Salam, hər vaxtınız xeyir olsun. Bugün 26 oktyabr tarixində Dahi Akademiyada keçirilmiş 10-cu sinif buraxılış imtahanının ingilis dili fənnindən sualların izahını sizə təqdim edirəm. İlk 4 sualımız dinləmə mətni ilə bağlıdır. Təbii ki, şagirdlər dinlədikdən sonra müəyyən təsəvvür yaranır və suallar cavablandırırlar. What is the passage mainly about? Birinci sualımız mətn nə haqqındadır əsasən. A variantında unique buildings, yəni qeyri-adi unikal binalar. Orada yalnız bir evdən, bir binadan danışır. Burada isə buildings olaraq qeyd edilib. Ona görə də cavabı düz götürə bilmərik. The famous designer, məşhur dizayner. O evin dizayneri haqqında məlumat verilir bizə, amma bütün mətn dizayner haqqında danışılmır. An interesting house in New York. New Yorkda maraqlı bir ev. C variantı düzgün cavabımızdır. The furniture of the mushroom house. Göbələk evin mebeli. Mebel haqqında müəyyən məlumat verilir, amma yenə də bütün mətn mebel haqqında danışılır deyə bilmərik. Yanlış cavabdır. The house made of mushrooms, yəni göbələklərdən hazırlanmış ev. Amma orada məlumatda verilir ki, ev göbələklərdən hazırlanmayıb, sadəcə göbələk formasındadır. Birinci sualımızda cavab C variantı olacaq. İkinci suala baxırıq. Choose the correct answer to the question according to the passage. Mətnə əsasən suala düzgün cavab verməliyik. What is the benefit of big windows? Böyük pəncərələrin faydası nədir bu evdə? A variantında people can see the surrounding area well. İnsanlar ətrafdakı əraziləri daha yaxşı görməsi üçün. Xeyr, belə bir məlumat yox idi. They let much light come inside. Daha çox içəri işıq düşməsinə imkan yaradır. B variantı düzgün cavabımızdır. They make the mushroom house stylish. Yəni göbələk evi daha dəbli göstərir. Bu da yanlış cavabdır. People can take pictures in front of them. Yəni bu pəncərələrin qarşısında insanlar şəkil çəkdirə bilərlər. Belə bir məlumat da verilməmişdi. They show the house funny. Yəni evi daha gülməli göstərir. Bu da yanlış cavabdır təbii ki. Üçüncü suala baxırıq. Complete the sentence according to the passage. Mətnə əsasən cümləni tamamlamalıyıq. The mushroom house shows that creativity, yəni göbələk ev bizə göstərir ki, yaradıcılıq can change our world better, dünyamızı daha gözəl edər. Cavabımız elə variantıdır. Belə bir cümlə səsləndir dinləmədə. Can change from culture to culture, mədəniyyətdən mədəniyyətə fərqlənir. Belə bir fikir yox idi. Have many borders, çoxlu sərhədi var. Orada deyilir ki, doesn't have any borders. Yəni yaradıcılığın heç bir sərhədi yoxdur, sərhədsizdir. Burada yanlış versiyada yazılıb. Doesn't depend on designer's ability, yəni dizaynerin yaradıcılığından asılı deyil. Bu da təbii ki, yanlış cavabdır, asılıdır. And is only Milton's special ability, Milton'ın xüsusi bacarığıdır deyiriksə, burada da Milton həmin evin dizayneri idi və onun xüsusi bacarığı deyil. Yəni yaradıcılıq o elə bir cümlədə, elə bir fikir səsləndirilməmişdi. Sadəcə orada cümlədə deyilir can change our world better. Yəni creativity bizim dünyamızı daha yaxşı edə bilər. Bunlar düzgün cavablar deyil. Düzgün cavabımız A variantı olacaq. Dördüncü suala baxaq. Decide whether the statements are true or false. Cümlələr doğrudur yoxsa yanlışdır müəyyən etməliyik. The mushroom house has got many rooms. Çoxlu otaqları var. Bəli, belə fikir səsləndirilmişdir. True, birinci cümləmiz doğrudur. The mushroom house looks so magical. Göbələk ev çox sirli, sehirli görünür. Bu da doğru cavabı idi. Daha sonra, the mushroom house is a regular house in New York. Yəni göbələk ev New Yorkda adi bir evdir. Amma adi deyil, qeyri-adi, unique, qeyri-adi bir ev idi. The mushroom house looks scary, so people avoid going into it. Burada avoid sözünə fikir verir uşaqlar. Deməli, çox qorxulu görünür bu göbələk ev və insanlar ora getməkdən çəkinirlər kimi anlayış verir bizə. Amma bu da təbii ki, yanlışdır. İnsanlar ora çox maraqla gedirlər, qorxulu görünmür. Dinləmə mətnimiz bitdi. Sonra short tekstlərimizin izahı gəlir. 5-ci suala diqqət yetirək. Identify the true statement according to the text. Mətnə əsasən doğru cümləni, düzgün fikri müəyyənləşdirməliyik. Qısa bir mətnimiz var. Oxuyaq. Dear passenger, your flight to Rome is scheduled for August 13th at 9:30 a.m. Yəni sizin Romaya uçuşunuz 9:30-da, 13 avqust tarixində saat 9:30-da, yəni onun yarısına planlaşdırılıb, cədvəlləşdirilib. Please arrive at the airport at least 2 hours before departure. Yəni çıxışdan 2 saat əvvəl aeroportda olmağınız lazımdır. Passengers should arrive at 7:30 a.m.
Okay. Elə A variantına fikir versək burada, yəni sərnişinlər saat 7:30-da gəlməlidirlər. Bəli, burada verilib 9:30-dadır. 2 saat əvvəl gəlməli. 2 saat əvvəl də olur 7:30 AM. Düzgün cavabımız burada A variantı olacaq. Digər cavablarda baxaq. The flight departs at 8:30 AM. Uçuş saat 8:30-dadır. Xeyr, 9:30-dadır. The flight is on September 15th. Sentyabrın 15-idir. Yanlışdır bu da. The destination is Paris. Yəni getdiyimiz yer təyinat nöqtəsi Parisdir. Amma nə yazılmışdı mətndə? Your flight to Rome, Romaya. No need to arrive early. Tez gəlməyə ehtiyac yoxdur, amma bildirildi ki, tez gəlmək lazımdır. Keçirik 6-cı sualımızın izahına. Okay, yenə short textimizdir. Düzgün cavabı müəyyən eləməliyik. True. Okay, Daniel is a skilled swimmer. Daniel bacarıqlı, səriştəli bir üzgüçüdür. He trains at the pool 5 times a week. Həftədə 5 dəfə məşq edir. And participates in competitions regularly. Və müntəzəm olaraq yarışlarda iştirak edir. He has won several medals in local competitions. Yerli yarışmalarda bir neçə medallar qazanıb. Daniel dislikes swimming. A variantında bizə qeyd olunur ki, yəni o üzgüçülüyü sevmir. Yanlış variantdır. Daniel trains 5 times a week. Həftədə 5 dəfə məşq edir və eyni bu cümlədə mətnimizdə var. He trains at the pool 5 times a week. Düzgün cavabımız B variantı olacaq 6-da. Daniel only swims for fun. Yalnız əyləncə üçün üzür, amma bildirildi ki, competitions, yəni yarışlarda iştirak edir. Daniel never participates in competitions. Heç vaxt, never sözünə burada fikir veririk. Heç vaxt yarışlarda iştirak etmir deyir. Yanlışdır. Daniel prefers running over swimming. Daniel runningi, yəni qaçışı swimmingdən daha üstün tutur. Bu da təbii ki, yanlış variantda o üzgüçüdür. Baxaq 7-ci suala. Choose the correct answer based on the text. Mətnə əsasən yenə doğru cavabı seçməliyik. Jane enjoys painting scenery. Deməli, Jane mənzərə şəkli çəkməyi sevir. She often goes to the countryside to find inspiration for her artwork. Yəni o incəsənət işlərinə ilhamlanmaq üçün tez-tez şəhər ətrafı yerlərə, kənd yerlərinə gedir. Her paintings are known for their beautiful landscapes. Onun rəsmləri öz gözəl mənzərələri ilə tanınır. She also enjoys sharing her work at local exhibitions. Həmçinin yerli sərgilərdə o öz işlərini nümayiş etdirir. Jane dislikes painting. Jane painting, yəni şəkil çəkməyi xoşlamır. Yanlış cavabdır. Jane only paints portraits. Yalnız portretlər çəkir. Bu da yanlış cavabdır. Jane prefers writing over painting. Yəni yazı yazmağı şəkil çəkməkdən daha üstün tutur. Yanlış cavabdır. Belə bir fikir mətndə qeyd olunmayıb. Jane never paints outside. Heç vaxt çöldə çəkmir, amma qeyd olundu ki, o mənzərə şəkil çəkməyi sevir. Jane finds inspiration in the countryside. Bəli, o özünə harda ilham tapır? Şəhər ətrafı ərazilərdə, kənd yerlərində. İndi isə mətnimizi izah edəcəyik. Read the passage and answer the questions from 8 to 12. Mətni oxuyub 8-dən 12-yə qədər sualları, 5 sualımız da mətnlə bağlı, onları cavablandırmalıyıq. Mətn haqqında qısa məlumat alaq. The Great Mosque of Jan is a famous building in Mali, West Africa. Deməli, məsciddir, böyük məscid. Cennadakı böyük məscid Qərbi Afrikada, Malidə məşhur bir binadır. It's one of the largest mud brick buildings in the world. Bu dünyanın ən böyük palçıq kərpicdən tikilmiş binalarından biridir. The mosque was first built in the 13th century and then rebuilt in 1907. Deməli, ilk dəfə 13-cü əsrdə tikilib, daha sonra 1907-ci ildə yenidən qurulub. The mosque is made of a special mud called adobe. Bu məscid adobe adlanan xüsusi bir palçıqdan hazırlanıb. The walls are very thick and they help keep the inside cool. Divarlar çox qalındır və buna görə də içəri çox sərin olur. The Great Mosque has 3 tall towers and many beautiful decorations. Bu böyük məscidin çoxlu hündür binaları, qüllələri, 3 hündür qülləsi və gözəl dekorasiyası var. It looks amazing under the bright blue sky. Aydın mavi səma altında çox heyran edici görünür. The Great Mosque of Jannah is important for the people of Mali. Bu məscid Mali əhalisi üçün çox vacibdir, çox əhəmiyyətlidir. It's a place for worship and essential for the community. Bura həm etiqad yeridir onlar üçün, həm də cəmiyyətin toplanma mərkəzidir. Every Friday many people come to pray. Hər 5-ci günlər insanlar ora ibadət etməyə gəlirlər. The mosque isn't only a religious place but also a cultural symbol for the city of Jannah. Yəni tək dini yer deyil, həm də bu Jannah şəhərinin mədəni simvoludur. Once a year there is a festival called Grepsage. İldə bir dəfə orada Grepsage adında festival keçirilir. During this festival people repair and decorate the mosque.
Bu festival müddətində insanlar məscidi təmir edirlər və bəzəyirlər. They put new mud on the walls to keep it strong. Yəni onu daha da möhkəmləndirmək üçün yenidən divarlara palçıq vururlar. In 1988, the Great Mosque of Genoa was named the UNESCO World Heritage Site. 1988-ci ildə bu məscid UNESCO-nın Dünya İrsi siyahısına daxil olmuşdu. This means it's important for history and culture. Yəni bu göstərir ki, bu məscid tarix üçün və mədəniyyət üçün çox əhəmiyyətlidir. The mosque is a place of beauty and faith. Məscid həmçinin gözəllik və düzgünlük, yəni yeridir. Okay, gəlin baxaq suallara. 8-ci sual. What is the passage mainly about? Mətn nə haqqındadır? The mud brick buildings. Palçıq kərpicli binalar, xeyr, yalnız bir binadan danışılıb. The Grape Sage Festival, festivalın sadəcə adı çəkilib, bütün mətn festival haqqında danışılmayıb. Sonra The Ancient People of Mali, Malinin qədim əhalisi, əhalinin sadəcə bir neçə epizodda adı çəkilir. A Famous Building in Mali, Malidəki məşhur bina. The Repair of a Mosque, məscidin bərpası. Bərpasından danışıb, amma bütün mətn məscidin bərpası haqqında deyildi təbii ki. 9-cu suala baxırıq. The Great Mosque of Genoa is, yəni bu məscid nədir, haradır? A religious place, dini bir yerdir. Bəli, götürürük. Birinci variantımız düzdür. The largest building in the world, dünyanın ən böyük binasıdır. Xeyr, deyə bilmərik. A cultural symbol of the city of Gen, Gen şəhərinin mədəni mərkəzidir, mədəni simvoludur. Bu düzdür. Is not a place for worship, etiqad yeri deyil. Bu da yanlış cavabdır. Bizdən istəyir doğru cavabı, ona görə də 1-3 A variantını qeyd edirik. 10-cu suala baxaq. Which statements are true according to the passage? Mətnə əsasən hansı cümlələr doğrudur? True. Burada mütləq fikir verək doğruya yanlışa. The mosque was included in a UNESCO World Heritage Site. Doğrudur. Yəni UNESCO mədəni irs siyahısına daxil olub. The mosque has 13 tall towers. Mətndə qeyd olunmuşdu ki, 3 tall towers, yəni 3 dənə qülləsi var. Amma burada 13 yazılıb, deməli 2 səhvdir. The Grape Sage Festival is held in this mosque. Festival bu məsciddə keçirilir. 3 doğrudur. Biraz daha yaxşı qeyd edək dairəni. The walls of the mosque are very thin. Divarları çox nazikdir, amma əksinə çox qalındır. Düzgün cavab istədiyinə görə götürürük 10-cu sualda cavabımız B variantı. 11-ə baxaq. What do people do during the Grape Sage Festival? Festival müddətində insanlar nə edirlər? Nə istəyir bizdən yenə? Correct, doğru cavab. They fix the mosque. Məscidi düzəldirlər, bərpa edirlər, doğru cavabdır. They build tall towers. Hündür qüllələr qururlar, hündür qalalar qururlar. Xeyr, qalalar artıq qurulub, qala qurulmur. They decorate the Great Mosque of Gen. Bəzəyirlər, doğru cavabdır. 1-3-cü. They prayed for the God. Allaha sitayiş edirlər, ibadət edirlər. Həmin müddətdə, festival müddətində xeyri, ibadət haqqında bir məlumat verilmir. Sadəcə qeyd olunur ki, insanlar orada bəzəyirlər məscidi və bərpa edirlər. 12-ci suala baxaq, diqqətli olaq. Burada da false, yanlış cavabları götürməliyik. A lot of people visit the place for praying every day. Hər gün insanlar ora, bax burada hər gün sözünə fikir verək. Only Fridays, yəni 5-ci günlər deyilmişdi, yanlış cavabdır. Unfortunately, during Grape Sage, people damage the mosque. Yəni, təəssüf ki, insanlar zərər yetirirlər bu festival müddətində. Məscidə yanlışdır. 3-cü cavabında baxarıq. The mosque was included in World Heritage List. Bu doğru cavabımız idi. UNESCO-ya daxil olmuşdu. 1988-ci ildə As the walls of mosque are thick, it is always cool inside. Məscidin divarları qalın olduğuna görə həmişə sərin olur içəridə. 3-cü, 4-cü cavablarımız doğru cavablardır. İndi keçirik qrammatik sualların izahına. 13-cü suala diqqət yetirək. Choose the line of uncountable nouns. Diqqətli olaq. Sayılmayan isimləri istəyir bizdən. A variantında goods. Goods həmişə cəm olan ismimizdir. Həmişə cəm olan isimlərimiz sayılır. Götürə bilmərik A variantını. Permission, traffic, silk. Bundan sonraki isimlərimiz də sayılmayan isimlərdir. Amma goods sayılan olduğuna görə götürmürük. B variantında braveness, cəsarət sayılmır. Peace, sülh sözü sayılmır. Impatience, səbirsizlik sayılmır. Athletics, atletika, idman sahəsidir, sayılmır. Deməli, hamısı sayılmayan isimlərdir B variantında. C variantında wealth sayılmayan isimdə uncountable-dır. Politeness uncountable, amma idea bilirik ki, mücərrəd istisnaların içindədir. Ona görə götürə bilmirik. Idea sayılır. Battleship sözü də sayılır. D variantına baxırıq. Impression sayılan isimdir, countable. Intelligence uncountable-dır, sayılmır.
Stairs pilləkənlər sayılır, həmişə cəm olandı. Economics isə iqtisadiyyat, elm, fən sahəsini bildirdiyinə görə sayılmır, amma burada qarışıq oldu, sayılan, sayılmayan, ona görə D variantımız da yanlışdır. Y variantına baxırıq. Earthquake, countable sayılan isimdir. Ona görə artıq bu cavabı da götürə bilmirik. Pollution sayılmır, exam sayılır. Wave dalğa sözü isə sayılan isimdir. Cavabımız 13-də B variantı. 14-də baxırıq. Numerativ sözlərlə bağlı sayılmayan isimlər üçün olan bir testimizdir. İsim bölməsindən. A lump of sugar doğru cavabımızdır. Sugar, yəni qəndi, bir kəllə qənd, bir dənə qənd mənasında a lump of numerativ sözü ilə işlədə bilirik. B variantında a loaf of bread, artiklı və loaves cəmdə verilib olmaz. Düzgün deyil, a loaf of bread olmalıydı. C variantında a piece of furniture, yenə artiklı və isim cəmdə işlənə bilməz. Of'un önünə baxırıq, of'dan öndəki ismimiz cəmdədir, pieces, onu artiklından işlədə bilmərik. D variantında several. Bilirik ki, several çox, bir qədər, bir neçə deməkdir və several sayılan isimlərlə işlənir və özündən sonra cəm isim tələb eləyir. Several pieces of news formasında olmalıydı. Y variantında yenə numerativ sözümüz bardır, onun qarşısında miqdar sayı var və miqdar sayı olduğuna görə bars of chocolate formasında olmalıydı. Ona görə də Y variantımız da yanlışdır. 15-ci suala baxırıq. It's very quiet. Çox sakitdir. Düzgün cavab istəyir bizdən. Correct variant. Deməli, sakitlikdir. There are not people here today. Sakitlikdirsə, demək ki, çox adam yoxdur. People sayılan isimdir, cəm isimdir. Artıq burada a little istifadə edə bilmərik. C variantı. A lot ümumiyyətlə isimlərlə işlənmir. Zərfdir, feillərlə işlənir. Much yenə sayılan isimlərlə işlənmir. Much sayılmayan isimlərlə işlənir. Qalır few və many cavablarımız və mənadan da tuturuq ki, sakitdir. Bura deməli çox adam yoxdur. Ona görə there are not many people. B variantı doğru cavabdır. Baxırıq 16-cı testdə. We have time to complete our task. Deməli, bu məsələni həll etmək üçün bizim vaxtımız var. Vaxt necə isimdir? Time sayılmayan isimdir. Və baxırıq uşaqlar. Bəzi ifadələrimiz var ki, a lot of götürə bilərik. Həm sayılan, həm sayılmayanlarla işlənir. Lots of yenə götürə bilərik. 1, 2 doğru cavablarımızdır. Və plenty of 1, 2, 3 doğru cavablarımızdır. A lots of deyə ifadəmiz yoxdur. Lot of ifadəmiz də yoxdur. A lot isə isimlərlə işlənmir. Ona görə 4, 5, 6 cavablarımız yanlışdır. Düzgün cavabımız A variantı 1, 2, 3 olacaq. Davam edək 17-ci testimizdən. Choose the correct sentence in the positive case. Yəlik halda düzgün cümləmizi seçməliyik. The princess got a lot of responsibilities. Deməli, apostrof S-dən sonra got görürüksə uşaqlar, bu has gotun qısal yazılmış forması da artıq götürə bilmərik. Yəlik hal deyil. B variantında children's books have big letters. Uşaqların kitabları deyir. Təbii ki, burada qaydasız ismimiz var. Children, child, children. Bunların yəlik halı hər zaman apostrof S formasında düzəlir. Ona görə də B variantını da götürə bilmərik. C variantına baxırıq. Women's orders were brought yesterday. Yenə burada da qadınların deyir. Women bilirik ki, qaydasız irregular noundur və onların yəlik halı hər zaman apostrof S formasında olur. Həm təkində, həm cəmində götürə bilmərik. D variantına baxırıq. The king's servant left the palace. Deməli, kralın servantı, yəni xidmətçisi sarayı tərk etdi deyir cümlədə. İsmi artırılıb, apostrof esimiz doğrudur və özündən sonra da isim işlənib. Kralın xidmətçisi. D variantımız yəlik haldır, doğru cavabdır. Daha sərgəli qeyd edək. Y variantında isə 2 days frosty weather made us ill. 2 günlük şaxtalı hava, 2 günün şaxtalı havası. Burada artıq D-in qarşısında miqdar sayı cəm olduğuna görə days sonra apostrof formasında olmalıydı. Ona görə də bu cavabımız da yanlışdır. 18-ci suala baxaq uşaqlar. Artikel bölməsi ilə bağlıdır. She traveled to the Philippines olmalıdır burada uşaqlar. Bəzi istisna ölkələr demişdik ki, onlar D artiklı ilə işlənir. Bəli, ümumən ölkələr, şəhərlər D artiklsız işlənir. Amma the Philippines sonunda S olan istisna ölkələrdəndir ki, bu D artiklı ilə işlənməlidir. İkinci tərəfdə isə last year ifadəsini görürük. Bilirik ki, next, last sözlərindən sonra zaman bildirən söz gələrsə, o zaman artikldan istifadə etmirik. D və boşluq cavab B variantı olacaq. 19-cu suala baxaq. Choose the line of plural nouns. Cəm isimləri istəyir bizdən. A variantında mouse təkdədir, götürə bilmərik. B variantında grass sayılmayan isimdir, tək isimdir, götürmürük.
C variantında economics görürük, iqtisadiyyat, elm fənn adıdır, götürmürük. D variantına fikir verək, scissors, thieves, woman, üçü də cəm isimdir, qayçı, oğrular və qadınlar. E variantında isə happiness görürük, ona görə götürə bilmərik, happiness tək isimdir. Davam edək. 20. Definition testimizdə uşaqlar. Hər zaman sınaqlarımızda definition testi olur. Birinci sözümüz camel, dəvə sözüdür, curtain pərdə. Bu dəfəki sınağımızda sözlər 5-6 siniflər səviyyəsində olduğuna görə daha asan sözlərdir. Növbəti sınaqlarda getdikcə siniflər səviyyəsi artacaq təbii ki. Və castle sözünü görürük burada, qala sözünü. Bu üç sözün definitionlarını müəyyən eləməliyik. Camel, dəvə. C variantına baxaq. An animal with a long neck and humps on its back. Yəni uzun boynu olan və hörgücləri olan heyvan. 1C. Curtain, pərdə sözüdür. A piece of cloth that's hung to cover a window. Pəncərəni örtmək üçün istifadə olunan parça. 2A. Castle, qala sözüdür. Strong building built to defend people against attack. İnsanları hücumdan qorumaq üçün tikilmiş güclü bir bina. Deməli, 1C, 2B, 2A, 1C, 2A və 3B. Yəni castle, B variantımız, C variantımız doğru cavabdır burada. 20-ci sualdan davam edək. 21-də cümlə qurmaq tələb olunur. Uşaqlar, make up a sentence. Gəlin baxaq. Fluency, səlislik, axıcılıq, achieve, əldə etmək, must, müəllim modal fe'ilimizdir. We, biz, in English, ingilis dilində, every day, speak. Belə bir cümləmiz alınır ki, we must speak English, in English every day to achieve fluency. Yəni biz səlislik, axıcılıq dildə qazanmaq istəyiriksə, ingilisində hər gün danışmalıyıq. We must speak. 4, 3, 7 formasında başlayacaq cavabımız. A variantı da cavabımız buradan da aydın olur. In English, ingiliscə danışmalıyıq. Every day, zaman zərfini işlədirik. Nə üçün də məqsədlər? To achieve fluency. 2, 1. Yəni 21-də cavabımız A variantı olacaq. Baxaq 22-ci suala. Anar, yəni artiklə bağlı bir sualdır. Anar is a basketball player. Qeyri-müəyyən artikl işlədirik burada. Çünki məlumat veriyor onun haqqında. Anar basketbol oyuncusudur. Bir insanın peşəsini, kimliyini təsvir edəndə qeyri-müəyyən artikldan istifadə edirik. He plays basketball very well. Play fe'lindən sonra oyun adları gələrsə, ümumiyyətlə oyun adları D artiklsız işlənir. Sayılmayan isim olduğuna görə orada evlənən artiklda işlənmir. Qeyri-müəyyən artiklda işlənmir. Cavabımız olacaq A variantı 22-də. Daha sonra 23-cü suala baxırıq. Choose the opposite of the word to die. Ölmək fe'linin antonimini, opposite fikir verək. Hər zaman diqqətli olaq. İstəyir. To be born, elə cavabımız A variantıdır. Doğulmaq. To be absent, olmamaq, iştirak etməmək. Daha sonra to be late, gecikmək. To be over, bitmək, qutarmaq. To be pleased, razı qalmaq, məmnun olmaq sözləridir. Cavabımız olacaq burada A variantı. 24-də baxaq. Choose the close meaning, yəni yaxın mənalı sinonimini istəyir. Altına xətt çəkilmiş sözün. I hope everyone will participate in this discussion. Ümid edirəm ki, hər kəs bu diskusiyada, bu müzakirədə iştirak edəcək. Participate, iştirak etmək fe'lidir. Take off, çıxartmaq, əynindən paltarı çıxartmaq deməkdir. Take place, baş vermək deməkdir. To be late, gecikmək. Take part, iştirak etmək sözüdür D variantında. Be absent isə olmamaq, iştirak etməmək deməkdir. Daha sonra 25-ci suala nəzər yetirək. Choose the correct pairs of synonyms. Düzgün sinonimləri yenə axtarırıq. Strength, güc, power, güc. Bir düz. Stranger, qərib insan deməkdir. Native, doğma. Yanlışlıq var orada, yəni əksinə antonimdilər. Competition, contest, bəli, yarışma, müsabiqə, ikisi də eyni mənalı sözlərdir. Safety, danger. Safety, təhlükəsizlik, danger, təhlükə. Uyğunlaşmır. And present, gift, hədiyyə sözüdür. Hər ikisi 1, 3, 5 doğru cavablarımızdır. 26-cı sualımız isə essedir. Ən az 35 sualdan ibarət cümlələr qurulmalıdır. 3 şəklində bir-biri ilə bağlılığı və zaman uzlaşmaları, həmçinin digər qrammatik qaydalara da düzgün riayət olunmalıdır. Bu qədər. Çox sağ olun dinlədiyiniz üçün.